Qarabağ savaşı baş verəndən sonraki İlham Əliyev da dedi ki, bundan sonra Azərbaycan xalqı məni milli qəhrəman kimi, sərkərdə kimi görür. Artıq mən müxalifətə ümumiyyətlə ehtiyac yoxdur. Və daha da sərtləşməyə başladı. Mən düşünürəm ki, burada Erdoğanın da böyük rolu var. Çünki Erdoğan Türkiyədə nə edirsə, hansı variantlardan istifadə edirsə, başlıq da ondan ibarət. Məsələn, FETÖ adı ilə Türkiyədə adam qalmadı. Kimin imkanı var idisə, kim demək Erdoğan hökumətinə müxalif idisə, hamısını FETÖ'cü adlandırıb, hamısını həbs eləyiblər, malını mülkünü əlindən alıblar və yaxud da ki, xaricə qaçıblar, onları da orada ya təqib edirlər, ya da öldürüblər. Və medianın da bu dəqiqə medianın demək olar ki 98%-ni Türkiyədə Erdoğan ailəsi alıb. Artıq Türkiyədə 98% media Erdoğan ailəsinindir. Çox cüzi bir hissə. Ən son CHP biraz istədi mitinglər keçirsin, filan bəşməşən. Görürsünüz, İmamoğlu'nu tutdular, bastılar içəri. Həbsdə saxlamaq üçün hər dəfə yeni bir prokurorluq, oradakı savcılıq yeni iddia qaldırır. Əvvəl deyirdilər ki, rüşvət alıb ona görə tutdular. Sonra deyirlər, yox, rüşvət sübut olunmadı. Nə bilim, xəyanət məsələsi, xəyanət sübut olunmadı. İndi tamam başqa bir iddia qaldırıblar. Yəni, istədiyi qədər orada müəyyən maxinasiyalar etməklə rəqib tərəfi atıb həbsxanaya, həbsdə saxlayır. Eyni mən oradakı prosesləri izləyirəm. Həmin proseslər Azərbaycandadır. Orada da güya ordumuz güclənir, bayraqdarlarımız var, filanımız var, belə eləyirik, asırıq, kəsirik. Trump bizi belə çağırdı, təriflədi. Filan kəslə, Putinlə aramız belə yaxşıdır. Çinlə belə görüşdük. Medialar hamısı hər dəfə Qərbə, Şərqə, Çinə, ABŞ-a, Britaniyaya, nə bilim, indi Roma papasını dəvət ediblər. Roma papası gələndə hər dəfə bunun kanalları bunu bir qəhrəmanlıq kimi xalqa sırmağa başlayıb. İndi mən baxıram, Türk xalqı da dəhşətli formada çox narazıdır. Həm iqtisadi cəhətdən Türkiyə çöküb, həm də siyasi cəhətdən də artıq iyrəniblər bu rejimlə. İstəyirlər ki, bu rejimlə bir dəfəlik qurtulsunlar, xilas olsunlar. Sonra nə var? Azərbaycanda nə? Azərbaycanda da eyni şeydir. Azərbaycanda da 2019'a kimi oynayırdılar müxalifətçilik, iqtidarçılıq. 2019'dan sonra Ramiz qruplaşması vuruldu. Bax, onların əlindən alıblar. Hansı sahələr onların əlində idi? SOCAR onların əlində idi. Gömrük bunların əlində idi. Kadr siyasəti bunların əlində idi. Yəni, bütün kadrları, icra hakimlərini, deputatları təyin edən Ramiz Meytiyev idi. Gömrük Kamaləddinin əlində idi. SOCAR Bəylər Eyyubovun, Ramizin əlində idi. Onların qruplaşması SOCAR'ı idarə eləyirdi. 2019'dan sonra yeni bir qüvvə gəldi və özlərinə daha böyük ağa axtarıb tapdılar. Onlardan biri də bu Erdoğandır. Küllü miqdarda puldur, verirlər. O da gətirib, yığıb Nasosnuya özünün ordusunu. Azərbaycanda bilirsiniz də, Nasosnuda Sumqayıtla, bilmirəm, Xırdalan istiqamətində o ərazi haradır. Orada bir baza var. Türk ordusu orada oturur. İndi Türk ordusudur, Kürt ordusudur, Erdoğan'a bağlıdırlar. Bəzi əməliyyatlarda da maskalıdır. Sən bilə bilməzsən ki, o kimdir o əməliyyatı keçirən. Onlar da oturublar orada. Mövcud rejimə açıq-aşkar dəstək verirlər.